Qeyd edim ki, biz milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyəti olaraq bugün Azərbaycan xalqına, mən deyirəm Türk dünyasına böyük bir qəhrəman yetişdirən, boya başa çatdıran bir atanın il dönümüdür. Allah Ağakərim əminin ruhunu şad eləsin. Allah rəhmət eylesin. Və biz də Biləsuvar rayonunun Mübarizlər Cəmiyyətinin sədri Mirəlfi ağamızla və mən Əliyev Sədrəddin Mübarizlər Cəmiyyətinin Respublika üzrə təsisçinin müavini kimi cəmiyyətimiz adından bu ailəni ziyarət etməyə özümüzə borc bildik. Allah ağsaqqalımızın ruhunu şad eləsin. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah dövlətimizi qorusun. Və biz buradan Mirəlfi ağamız qəbr ziyarətini edərik, ondan sonra ailəni ziyarət edərik. Allah rəhmət eylesin. Cəmşəhət Ağakərim əminin yerləri inşaatlarını. Hazırda biz Əliyabad kəndindəyik. Əliyabad kəndi Biləsuvarın ən, mən deyərəm, Respublikamızda öz canı ilə, qanı ilə xalqımızın yolunda, torpaq yolunda şəhid olan kəndlərindən biridir. Və burada da həm 1-ci Qarabağ müharibəsi dövründə, həm də 2-ci Qarabağ müharibəsi dövründə bu kənd şəhid vermişdir. Allah ruhlarını şad eləsin. Türk dünyasının milli qəhrəmanı Mübariz İbrahimovun şəhidimiz Mübariz İbrahimovun Ağakərim əminin 1-ci il dönümüdür. Allah cəm şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun. Biz şəhid valideynləri qarşısında baş ayırıq. Allah şəhidlərimizi rəhmət eləsin, dövlətimizə, xalqımıza, millətimizi Allah qorusun. Allah rəhmət eləmiş. Qəhrəman boya başa çatdıran bir ağsaqqalımız. Boya ağsaqqal. Gələcək nəslə bir örnək bir ağsaqqalımız idi. Allah ruhu şad eləsin. Allah cəmi şəhidlərimizi rəhmət eləsin, ölənlərin, valideynlərin rəhmət eləsin, qalanlarına can sağlığı. Ağakərim kişi doğrudan nümunəvi ağsaqqal idi. Yerin bilən, dövlətinə, hörmətlə yanaşan, dövlət rəhbərinin yolunu gətirən, rayonda da hamıya nümunə olmuşdu. Qismətə bilmiş, sən artıq bir ildir, rəhmət edildik, bir il dönümüdür. Allah ruhunu şad eləsin. Yeri beşdə olsun inşallah. Kamil müəllim, bu yaxında mən ayın 4-də Tovuz şəhərində idim. Orada şəhidlər xiyabanını ziyarət etməyə getmişdim və şəhid çəkilişlərinə getmişdim oradan. Və uşaqlardan xahiş elədim məni Mübariz İbrahimova adına ucaldırmış o zirvəyə aparsınlar. Dağda bir 200 metr ardasa dağın üstündə. Və orada bizim bir yaxın qohum mənə dedi ki, Sədrəddin müəllim, bu ağacı bu bulaq açılanda bizim ağsaqqalımız əkib. Ağakərim kişi. Allah rəhmət eylesin. Dünən qardaşına göstərdim o çəkilişi. Deyir müəllim, ağac böyükdür, deyirəm 10 il. Bəlkə də bir 7-8 il bundan əvvəl o bulaq olubdu. Ağac böyükdür, bax, belə bir ağacdır. Mən onun yanında durdum, orada da rəhmət dedim. Bəli, bu günləri bizim ağsaqqalımızın əl nümunələri gör. Azərbaycanın əl uzqar rayonlarında, mən deyirəm bəlkə də xaricdə də bütün Türk dünyasının bir qəhrəman oğlu idi Mübariz İbrahimov. Allah rəhmət eylesin. Qalanlarına can sağlığı. Orada həyətlər şəhidlərimizin, bizim qəhrəmanlarımızın, şahid balamızın. Ləm yəlqələm görəcələm yəkulləhum. Allahümme əsəl eləm. Allah rəhmət eylesin. Allah cəm şəhidlərimizi rəhmət eylesin. Bu Elvin balamız, Rahat balamız. 2-ci Qarabağ şəhidlərimiz. Valideynlərinə baş sağlığı verir. Allah cəm şəhidlərimizi. Allah rəhmət eləsin. Allah rəhmət eylesin bu şəhid balamızı. Ruhu şad olsun. Allah cəm şəhidlərimizi rəhmət eylesin. Amin. Şəhid balamızdan verir. Allahu Ekber.
Allah